Biogarden nədir? Biogarden təəccübləndirici bir məkan. Təəccübləndirmək necə formalaşır? Mənim düşüncəmdə. Hər kəs bazara gedəndə müxtəlif səpkili meyvələri görür. Amma o düşünür ki, hər şeyi görür. Məsəl üçün, gilasın görsə 4 növünü görər, 5 növünü görər. Amma burada 30'a yaxın növ var. Bu bütün meyvələrə, bu şaftalıya da, incilə də, tuta da, nara da, almaya da, armuda da. Ən əsası odur ki, naturada bu çeşidlərlə tanış olur, onun ağacın görkəmini görür. Həvəsinə düşürdü ki, burada olan balıqlar asetirindən, farelindən, karpı, koyası. İndi mən istəyirəm ki, bunu tutum və Biogardende onu özüm şəxsən pişirim. Bu hədəfə rahatlıqla çata bilir. Mən burada yerli toyuqları gördüm. İştahım var. Bunu yemək istəyirəm. Yumurtaya aid. Onların hər birini doğal olaraq burada həyata keçirmək şansı var. O cümlədən Biogarden yalnız təbiəti ilə yox, yalnız onun meyvələri ilə yox, ən əsası bu meyvələrin sonu necə olur? Yığıb özü ilə apara bilər. Amma bizim təqdim elədiyimiz mövsümü meyvə uyğun. Məsələn, yenə də cilasdan misal çəkim ki, bizim ilk cilasımız mayın 1-ci 5 günündə əmələ gəlir. Yəni, aprelin sonu da ola bilər təbiət faktoru ilə. Da iyulun sonuna qədər gəlir cilas görür, gəlir alça görür və digər meyvələr, mövsümünə uyğun olmayan. Yəni, məhz aqroturizm məkanının xarakteri, xüsusiyyəti servis olaraq bu olmalıdır ki, xaricdən gələn və yeri vaxt tapıbdır, iyul ayında gəlirdi, könlünə gilas düşür. Amma gilasın mövsümü qutalıb. Məhz Biogardende bundan rastlaşması mümkün oldu. Bu alçıya dair. Və yaxud da ki, fındıq yetişməyib, amma burada fındıq var, yay çeşidi. Hər bir meyvəni araşdırsaq, çoxlu sayda beynəlxalq çeşidləri var. Həm yerli, həm beynəlxalq. Məsələn, nar. Türkiyədən də var, İrandan da var, İsraildən də var, Azərbaycanın Bığır kəndinin demək olar ki, bütün çeşidləri var. Var. Bu varların hər biri insanları məhz Biogardenə növbəti dəfə gəlməsi üçün şans yaradır. O cümlədən az yaşlı uşaqlar, dincəlməyə gələn valideynlər sərbəst özünü hiss etsin deyə bütün növ əyləncəsi var. Qumda oynamaqdan, tullanmaqdan və s. O cümlədən bizim məhsulları necə hazırlanmasını ustad dərsində iştirak edə bilərlər. Bizim qidalardan tanmaqla və evlərini almaq şansı da var. İstər mürəbbələrin, istər balımızın, zəfəranımızın, çoxlu sayda sirkə, gülaf, gül suyu, yəni bütün təbiətimizdə insanlar üçün xas olan meyvələrdən hazırlanmış məhsulları rahatlıqla ala bilərlər. Həm də o prosesin içərisində əyan olaraq ola bilərlər. Yəni elə bilirəm ki, Biogarden insanları həm əyləndirir, həm ruhlarını dincəldirir, həm də onları elə bilirəm bilgi ilə təmin edir. Axırıncı dediyim ən vacibidir, bilgi ilə təmin etmək. Buna cəmiyyətin bütün sferasında ehtiyac var. Ümumiyyətlə, hər bir yaradıcı insanı elə bilirəm ki, işə başlamamışdan qabaq bir düşüncəsi olur. Ən əsası da düşüncənin bir hədəfi olur. Mən nə etmək istəyirəm? Edəcəyim bir işin sonda özümə, ailəmə, cəmiyyətimə hansı təsirləri olasıdır? Əsasən iş adamları işə başlamamışdan qabaq elə bilirəm ki, bu suallarla qarşılaşır. O mənimki bir balaca fərqlidir. Niyə fərqlidir? Mən əsasən özümü, ailəmi yox, əsasən cəmiyyətim üçün öz başarımı necə işə çevirə bilərəm? Yəni, ətrafımda olan insanlar bunu bilir ki, bunun üçün seçdiyim bir layihəni, hansı ki, onun haqqında ətraflı danışacağım, 17 il sərf eləmişəm. Hələ elə bilirəm ki, qarşıda bir neçə ildə var ki, ümumi düşüncəmin bir konsepsiyasının sona çatdırım. Amma bu sona çatdırmaq da yenə fəaliyyətin yerində sayması yox, daha irəli getməsinin bir start nöqtəsi olasıdır. Mən elə bilirəm ki, Azərbaycanda ailəvi olaraq hər birimiz 3 layihənin üzərində aktiv surətdə iştirak edirik. Çünki bu 3 layihənin hər biri ayrı-ayrılıqda cəmiyyətimiz üçün hədsiz faydalıdır. Hədsiz. Bunlardan birincisi, kənddə yaşayan insanların əksər hallarda eşidirsiniz ki, torpaqdan doyması, ümumiyyətlə o həyatı şəhər həyatı ilə əvəzlənməyə çox cəhd göstərirlər. Bu kütləvidir. Ümumiyyətlə götürəndə dünyanın əksər ölkəsində kənd təsərrüfatına maraq insanlarda çox azdır. Çünki çətin, riskli bir sahədir, zəhmətsevər bir sahədir. Biz məhz buna bir stimul verici sahəni seçmişik ki, rentabelli ümumiyyətlə kənd təsərrüfatını necə formalaşdırmaq olar? Ümumiyyətlə dünyada kənd təsərrüfatı Avropada inkişaf eləmiş ölkələrdə necə olur, gəlirli olur? Azərbaycanda amma ailələr torpaqdan istifadə edə bilmədiyinə görə
gəlirsiz olur və insanlar öz torpağından demək olar ki, əksər hallarda küsür. Bəs Biogarden'də əsasən çalışmışıq ki, hər kvadrat torpaq, hər litr su bu işlə məşğul olan insanlara necə gəlir gətirməyin bir yollarını göstərək. Azərbaycanın relyefi, iqlimi maksimal halda necə istifadə etmək olar? Mənim təcrübəm ona əsas verir ki, dünyanın əksər ölkəsində ümumiyyətlə kənd təsərrüfatının strategiyasını, fermerlərin hədəfini, iş uzarlığını, işə yanaşmasını müəyyən səpkilərdə özümdə öyrənməyə və birləşdirməyə çalışmışam. Bəs Biogarden'in yaradılmasında bu təcrübə elə bilirəm ki, özünü qabarıq olaraq göstərir. İkinci, ən əsası. Bunu əksər hallarda da insanlarla görüşəndə də səsləndirirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafının göstəricisi bir neçə insanın böyük bağlar salması ilə ölçülmür. Bu kütləviləşməlidir. Yəni ki, hər bir kənddə yaşayan insan öz torpağının dəyərini, ondan necə istifadə etməyini, ailəsini məhz bu layihədə necə birləşdirə bilərəm? Bu bilginin sahibi olmalıdır. Yəni ki, ailə fermer təsərrüfatları Azərbaycanda kütləviləşməyənə qədər, yəni bu nə deməkdir? Ümumiyyətlə, istehsalçı, yəni taxılla yekunlaşmamalıdır. O, ümumiyyətlə, torpağın maksimal halda istifadə, növbəli əkinlə bərabər istehsal elədiyi taxılı, emal, istehsal, xidmətə qədər aparmağın yolunu bilməlidir, vacibliyini bilməlidir. O da azmış kimi öz məhsullarını, xidmətini markalaşmaq üçün növbəti gələcək nəslə hansısa bir addım atmalıdır. Yəni, dünyanın hər yerində bu belədir. Süt istehsalçısı, ət istehsalçısı, kənd təsərrüfatının hansı bir sahəsini götürsən, onu naturada, yəni xam vəziyyətdə yox, onu emal, istehsal, xidmətə qədər aparmaq başarığında, bilgisində və zəhmətsevərliyində olmalıdır. Hansı ki, Biogarden'də əyanı olaraq ailəmin timsalında bunu insanlara rahatlıqla göstərə bilirik. Yəni, mən Biogarden'də yalnız aqrar sahə ilə məşğul oluram. Düzdür, məsuliyyətli, çətin, enerji tələb edən, bilgi tələb edən bir sahədir. Həyat yoldaşım istehsal olunmuş məhsulların emal prosesindən keçirərək müxtəlif çeşidli hazır məhsullara çevirir. Mürəbbə olsun, sirkə olsun, olsun və olsun. Yəni, maksimum halda. Evlatlarım turizm sektorunu idarə edir. Turizm sektoru bəzi insanlara çox bəsit və asan görsənə bilər. Bunun üçün ilk növbədə turizmin içində olmalısan. Dünya turizminin anlayışının içində olmalısan. Ümumiyyətlə, turizmin kənd təsərrüfatına inteqrasiyasının yolunu bilməlisən. Axı, biz istər-istəməz dünyanın hər yerindən gələn qonaqlarla təmasda olanda birinci dil, istər ingilis, istər ərəb, istər rus, istər yeri özümüzün dilini mükəmməl bilməliyik ki, insanlarla təmasda yaradıcılığımızı əyanı olaraq göstərə bilər. Flora, fauna, landşaftın bir konsepsiyasıdır. Bu mükəmməl bir layihənin iç dünyasını onlarla bölüşməliyik ki, yalnız onun zahiri görkəmi yox, iç dünyası üzə çıxsın. Ən əsası da kənd həyatının turizmə inteqrasiyası. Bu çox gəlirli bir sahədir, amma yenə deyirəm, məsuliyyətli, bilgi tələb edən bir sahədir. Çor təbii ola bilməz. Və məhz Biogarden Azərbaycanda iş aqroturizm məkanıdır. Və elə bilirəm ki, dövlət sektoru tərəfindən də dəyərləndirilən, cəmiyyətimiz tərəfindən də çox lazımlı bilinən və çox hörmət və sevgi ilə qarşılanan bir sahəyə çevrilir. Məhz bu üç layihənin ailəvi olaraq bircə cəmiyyətimizə təqdim etmək üçün çaba göstəririk. Biogarden'in kəsir cəhətləri var. Markalaşmaq, bütün bitkilərin botanika adı ilə bərabər birkalanması ən əsası. Bunun üçün də Elmlər Akademiyasının elə bilirəm əməkdaşları ilə bircə fəaliyyətimizə ehtiyac var. Çünki dünyanın əksər ölkəsindən gətirilmiş çoxlu sayda çeşidlərimiz var. Hər bir meyvənin tez dəyən, vaxtında dəyən, gec dəyən çeşidləri yığılmaqla sanki bir milli fond yaratmışıq. O cümlədən də itməkdə olan bitkilərin yenidən bərpası üçün də bircə işlər görürük akademiya ilə. Yəni, yaradıcılığımız elə başa düşürəm ki, nəinki cəmiyyətimizə, gələcək nəsil üçün də itməkdə olan çeşidlərin bərpası ilə çox iş görülmüş olur. Məhz kənd təsərrüfatının nə qədər dəyərli, bir həyatı ona həsr edilmək sevdalığı necə formalaşır, onu Biogarden'ə gələn insanların hər birində elə bilirəm, ruhunda onu hisləmək olur. Çalışıram ki, bioloji və ekoloji faktorlar var ki, onlar insanlara, cəmiyyətə, burada daxil olan turistlərə təqdim olunmalı. O nədən ibarətdir? Orqanik təsərrüfat Azərbaycanda barmaqla sayılandır. Amma orqanikliyi qorumaq üçün bitki mənşəli və yaxud da ki, üzvü gübrələrdən aktiv necə istifadə etmənin yolları, hansı
üzvü küblərdən otun, məsəl üçün, üzvü kübrəyə çevrilməsinin metodikası, onun yolları, istifadə etdiyimiz dərmanların insanlara göstərilməsi. Məsələn, heyvansevərlər tərəfindən deyək ki, otun biçilməsində sürünənlərə ziyan olmasın deyə hansı şərait yaradırlar? Bu məni düşündürür. Bəlkə də kimlərsə düşündürmür. Amma məni düşündürür ki, bu sürünənləri gizlədilməsi üçün hər hansı bir şərait yaratmaq lazımdır. Lazımdırsa hansı qaydada olur? Onu əyanı insanlara göstərmək lazımdır. Məsələn, elementar quşların əksəriyyətini burada görə bilərsiniz. Amma unudulmuş biri var, yarasa. Bu yarasaların, yəni bizə bağçılıqda müsbət tərəfi olduğuna görə bu yarasaların artması, gecələməsi üçün hansı şərait yaratmaq olar? Bunlar hamısı bilgili şəkildə bizdə var və bunu həyata keçirmək lazımdır. Və istəyərdim insanlara ən zəhmətkeş həşəratı qarışqa yuvasını yaradan və insanlara təqdim edəyəm ki, qarışqa cəmiyyəti necə formalaşır? Onların işgüzarlığından bizim gənclər, tələbələr, şagirdlərimiz bəhrələnsin. Yəni, təbiətlə əlaqədə olan fənlərin açıq dərs olaraq Bioqardində keçirilməsi uzun illərdir davam edir. Və bu da elə bilirəm ki, ilkin fazada şagirdlərimizə və yaxud da tələbələrimizə örnəkdir ki, zəhmətsevərlik çəkiyə, ölçüyə baxmır. Yəni, cəmiyyət istəsə, həqiqətən də vahid bir hədəf uğrunda sağlam şəkildə fəaliyyət göstərə bilər. İndi sadaladıqlarım bunlardır. Təsəvvürün ki, Bioqarden kiçik bir kollektivlə cəmiyyətə hansı sferalarda dəyər vermək istəyir, bir bilgi vermək istəyir, bir örnək olmaq istəyir. Bu istəkdir. Allah Taala nəsib eləyərsə, elə bilirəm ki, bu hədəflərimizə çatmaq üçün çox işlər görmüşük və görməkdə də elə bilirəm ki, davam eləyəcək. Bu sahəni yaradanda istəyirdim ki, Azərbaycan kənd təsərrüfatının rentabelliyinin ən ali səviyyəsini, kənd təsərrüfat mədəniyyətinin yeni çalarlarını insanlara göstərim. Bura daxil olan insan ümumiyyətlə torpağı nə qədər dəyərləndirmək olar? İlk hədəfim idi. Və sonradan çalışdım ki, insanlar bura daxil olanda ruhun dincəlməsinə nail olsun. Bu çox bəsit səslənir, amma çətin məsələdir, ruhun dincəlməsi. Qapıdan çıxan adamların üzündə onu görmək olur amma. Olur, olur. Mən meyvə yetişdirirəm, balıq yetişdirirəm, amma nə balıq əti yeyirəm, nə də bir o qədər meyvə yeyirəm. Amma gələn insanlar burada onu o qədər sevə-sevə qəbul edirlər ki, o elə bir şey onların yox, mənim mədəmə gedir. Çox xoş oluram. Çünki o meyvələri məhz o məqsəd üçün yetişdirmişəm. Doğal olaraq insanlar kənar bir insanın bağından istədiyi qədər meyvələri qəbul etsin. Möhtəşəm bir şeydir. Və o insanların üzündə, köfrəsində heç bir hansı sevinci yaşadır. Və mənim mədəm onda doyur. Və çalışdığım da odur ki, insanlar ruhan, bilgi ilə yanaşsınlar bu məkana. Kənd təsərrüfatına məşğul olan insan üçün bu bitkiləri necə qoruyuram, necə budayıram, necə onları belə gözəl saxlaya bilirəm. 4000-dən yuxarı dünyəvi bir meyvə bağından söhbət gedir. Burada aseterin balığından, farelindən, koyasından, karpından, sazanından, deyək, naxasından tutmuş yetişdirilmənin bir metodikası. Dovşanların əksər növləri, quşların əksər növləri. Bunları vahid bir məkanda meyvə bağı ilə bərabər flora, fauna, landşaftın konsepsiyasını bir ustalıqla yaratmaq bir örnəkdir. Düzdür, bu çox böyük bir bilgi, zəhmət, əzmkarlıq tələb eləyir. Amma kimsə bu strateji xətti götürməli idi. Mən Allahdan belə özümə naxışlı insan sayıram ki, bəxtim gətirdi ki, iş dünyamda olan bir sevgini, qabiliyyəti işə çevirə bildim. Və elə bilirəm ki, cəmiyyətə yeni bir sahəni təqdim etmə nəsibim oldu.